Her şeyde tamam dostlar. Bugün sizinle birlikte Offensive Security'nin pusularla biri olan dağlarla işlemeye başladık. Bunlar kənarda bu hissədə gördüğünüz kimi easy yani reliable ve çok hesaplı. İki fragment ve yüksəməli sistem üzerinde kurulub. Bu dediğim kimi portal.oc.com adresindən qeyd edən ki, kampus şəkildə işləyə bilərsiniz. Burada gördüğünüz kimi mən bunu işləmişəm. Hal-hazırda yerinə işləyəcəm. Burada bizə bəhs edir ki, SMB açığından istifadə edilir. Dəyərli kod faylı işləyib, claim access etdikdən sonra SQL bit ilə root access əldə edib bitirməliyik. Çox danışmadan işə başlasaq. Şimdi bunu hələ ki bağlayayım. Mən hal-hazırda bu arada istədiyiniz üçün buradan VPN-ə də qoşula bilərsiniz. Mən buradan browser instansda edəcəm. Çox vaxt etməsin deyə. Dördüncü tezlikdə Augustus konnektəsini istəyəcəm verməkdən və eyni zamanda verbose taraması deyiləsini çıxan eləsin və skriptlə SMB-yə aid nə boşluq varsa onu tapsın. Gördüyünüz kimi işləyir. Bu skan burada tamamlandı olsun. Biz də buradan bir web ayrıca baxalım. Gördüyünüz kimi belə bir yerimiz var. Sonra baxmaqda fayda var. Baxaq görək nə var, nə yox. Gördüyünüz kimi heç bir şey yoxdur hələ ki. Sadəcə bir neçə saat web saytdır. Bizə təlimatlar verir. Məsələləri gözləyək. Daha təşkil və vaxt çəkməsin deyə kənarda bir və directory scan edək. Belə bizə nə çıxardır? Aha, yerdən çıxartdı. Kontextdən istifadə edib. Buradan log çıxartdı ki, hansısa bizə 200 sipariş qoyun, yəni bir də giriş edə bilmişsiniz. Directory verdi. Digər isə server startda bizim girişimiz yoxdur. Baxın, gördüyünüz kimi burada log faylları var, ancaq 4-ünün 3-ü boşdur. Gördüyünüz kimi 0 byte'dır bunlar. Management logo açıram və görürəm ki, burada bir çox istifadə loqları var, hansı ki, sistemin hansı proqramlaşdırılığının qurulduğudur. Buna biraz sonra baxacağıq. Bundan əvvəl mən istəyirəm ki, qol bastırıram. Fayl axtarışına da baxaq, nə var, nə olmaz deyə. Word listə qeyd edirəm. Bu textdə əlbəttə ki, bəs edəcək əldə etmək üçün də. Fix parametri ilə PHP textli və yaxud da varsa JavaScript-lərə nəsə bir şey ola bilər. Olmasa əsasən baş fayllara və istəyəcəkdə də baxmaqda fayda var. Axtarış edəcək. Biraz yazmamışam. İndi oldu. Axtarış edəcək. Gördüyünüz kimi, bu da o vaxtlarda başqa bir şey tapmadım. Əlbəttə ki, bu bizə çox istifadə kömək edəcək ki, biz həll edək tapşırıqda. Yemək nəticəsinə baxaq. Yemək nəticəsini gəlin bir edək. Onsuz da bizə SMB boşluğundan sözdür deyib, çox da vaxtımızı itirməyə, birbaşa port skanı, bütün portları skan edib, görə içərisində nələr var. Gördüyünüz kimi SMB portu açıqdır və SQL də var. Çox ki, mən SQL açıq olmayacaq burada. Gördüyünüz kimi, hər halda bir interfeys yoxdur burada. Super, gördüyünüz kimi, bizə SMB ilə bağlı bir çox məlumatlar göstərdi. Protokollar bunlar. Burada bizə boşluğa işarə edib. Salt password verir bizə. Bizə 80 portunda gördüyünüz kimi başlıqsız olan bir web server işləyir, başqa bir web server yoxdur və 445 bunda SMB işləyir. Gəlin biz SMB client tool ilə
Neyini baxsan 768.55.11-lə şeylər baxacaq, nə var, nə yox. Əlbəttə bizə anonimləş giriş verəcək bizə. Aha, yəni IT departmanı var burada. Master'da bura girişimiz əlbəttə ki, yoxdur bizim. Ən şübhəli olan burada bilinən. Yerdə yazılan SMP line 93.168.55.11-lə IT departmanına baxaq. Anonimləş giriş icazə var. Aha, var imiş. Bir yazıram. Burada əvvəlkilərdən qalma bir şeylər var. Sistemin, yazayım. Test. Bir nəfə şey yoxlamışdım. Aha. Heç nə yoxlanacaq. Bizə fail işləməkdən söhbət gedir. Baxın, bura diqqətlə baxsanız, görürsünüz, deyir ki, burada zərərli fail işləyərək SMB portundan, yəni SMB paylaşımına oradan gain access etməliyik. Və mən test üçün bir dənə TXT fayl yaradıram. Bundan test1.txt yazıram. İçərisində gəlin random bir şeylər atar. Və daha sonra gəlib buradan put ilə test1.txt kilib-kilməyəcəni yoxlayaq. Gördüyünüz kimi bizə nə icazə verir? Bu da boşluqda icazə verir ki, bura bir fail işləyək. Amma diqqətlə fail işləməliyik. Çünki bizdən nədən də bəhs edir? Cron job deyir. Cron job bildiyimiz qədərilə planlanmış tapşırıqlar ki, hər hansı bir müddətdən sonra tapşırıqlar davam edir. Özüdən icra olunur və hər hansı bir script faylına, hər hansı bir proqramı işə çıxır. Bu bizim çox işimizə yarayacaq. Yəni, onda da loglara yavaş-yavaş baxıram. Görüm, maraqlı nəsə var. Həmin şey, sıradan şeylər. Aşağıya baxın. Biraz çelişdir bu hissəsini. Buradan nə əldə edilmiş olan bir dənə? Gainimiz istifadəsi adı var və down istifadəsi adı var. Bunlar çox maraqlı tapıntılar əslində. Product control down istifadəsi işləyir. Product control yarada bilərik. Web control. Aha, əvvəl. Bizim işimizi gələyəm budur. Baxın. 31 PID istifadəsindən mən xas olan web control Cronjobda qeyd olunub. Yəni, müəyyən bir müddətdən sonra bu işə yarayır. Mən nə edəcəm? Gəlirəm öz lokal maşınına yazıram. Əvvəldən yaratdım sileyim. Control. Web control fail yaradıram. İçərisində gəlin zərərli PHP fail yaradacaq. Yəni, əvvəlcədən yazıb da hazır eləmişəm. Bunları sileyim. Aha. Şimdi bir dənə şey var. Config edeyim. Öz IP-mi götürüm təbii ki də. Artıq öz anlaşılma IP-sidir mənim. Kontrol edeyim, yapıştıram bura. Və bu 5 kodunu neynəyəcəm mən? Gətirib burada hansı ki web kontrola Ctrl X yes vurub bunu elədim. Şimdi buraya yazan kod. Adı nə idi? Web control. Eləsəyirəm, əla. Uyğun şəkildə köçdü və burada neynəməliyəm? Nefrətlə listener açıb, həmin kodu dinləməliyəm. Görək bizə qeynətli sürəcək ya yox. Hal-hazırda gördüyünüz kimi dinlənir və Cron tabda biraz səbirli olmaq lazımdır. Çünki bu zamanlanmış tapşırıqdır. 1 dəqiqədə ola bilər, 5 dəqiqədə. Hansı bir saniyə də ola bilər ki, o saniyə arasında bu işləsin. Burada dediyim kimi, product controlda eləyə bilərsiniz, web controlda. Mən aşağıda cancel edilən bu ideya buna etdim. Arada olsa bizə bir şərt verməlidir bu. Web control. Web control yoxdur, çayırı bozulub yoxsa yox. Hələ ki, problem yoxdur, Q-da çıxaq buradan. Kesil yoxlayaq, bizə şərt verəcək. IP ünvanını da yeniden yoxlayın.
Nolanalıya 49.55. Her şey əla yerine. Bir ay qalıb səhv etmək. Aha, əla burası belə. Gördüyünüz kimi bizə nə verdi? Şər verdi. Yəni yoxlayın. Bu MI deyim. Aha, gördüyünüz kimi bu normal istifadəsidir. Bu MI səhv yazdım. Aha, www istifadəsini bizə bir şər verdi. Burada nə edirəm? CD home qovuna gedib lokal tekstini axtaracam belə. Nə var nə yox. Aha, CD down istifadəsini ən birinci gələk. Sonra keyinləri seçəcəm. Lokal tekst deyirəm. Bu təbriklər iş bizim necə deyəlim, iş fərqimiz idi ki, bunu tapdıq biz. Daha sonra mənim maraqlı gəldi. Görün, meclisdə nə var? Belə istəyim. İstəsəndə gizli fayl varmı? Var, çoxluca. Qəb. Bir sadə baxaq görək. Nə yox. Aha, bəli. Bizə permission denied deyil. Sudo gəldirsən. Aha, bunu da yaddan saxlayın ki, biz interaktiv şərait keçməmişik. Bu da bir. Dedim, əngəl ola bilər bizə. Hər ehtimal bəşəcək. Import. Mən Python'dan istədiyim kimi yazdım bunu. Siz istəsəniz. Tamam. 1005 mənfi ilə də keçə bilərsiniz. O sizə qalmış bir şey. Mən Python'da keçirdim interaktiv şərait. Gördüyünüz kimi Uzo da keçdik. İndi gəlin SQL bir tapdıraq. Hayır, root içinə malik olan faillər axtarsın. Bir şey tapmadı. Yəqin ki, command səhvləmişəm. Güzel. Bir çox şey çıxartdı. O description'a da baxaq görək nə var nə yox. Nə varsa SQL bir tane olacaq. Bu da yaxşı bir xəbərlə düzgün yolda axtardıq. Album çəkmiş artıq. Period escalation. Aha, əlbəttə. Red SH. Bizə açıqca deyir ki, Red SH-la sən etməlisən. Görün, heç olmayacaq. Bunların arasında var yoxsa yox. Baxın, gördüyünüz kimi burada Red SH var. Mən nə edirəm? Tez gedirəm GTF OpenSCAN. Red SH üçün nə axtarım? Bizimsə birisi period çox da çətin olmur və əsas SQL-dən GTF OpenSCAN tapmaq olur. Red SH-da şər deyirəm. Əlbəttə mən şər almışam. Burada birinci bu yolu yoxlayaq. Nə olar, nə olmaz. Olacağını inanıram əslində. Bu qədər sadə olmaz məncə. Aha, əlbəttə. Sadə olmuş. Burada şey istəyim. Gördüyünüz kimi tək bir əmrlə ZSH əmrlə biz root olub. Cat root.txt-ni oxuyaq. Ən sonunda cat flag.txt-ni oxuyaq. Görək hansına bölgəsi yoxdur. Cat flag.txt-ni oxuyacaq. Bu da bizim root flagimiz. Bu yazılım user flag. Root flag. Gördüyünüz kimi bunu tapmış olduq. Çox sadə tapşırıqlardan biri idi. Bizə description'da hər şey verildi. Sadəcə bizə o qalırdı ki, buna giriş edib
zərərli fayl yükləyib işə lazım. Bu qədər. Özünüzə yaxşı baxın. Görüşərik.